Allahın salamı olsun hidayətə tabi olanlara. Əziz müsəlmanlar, gözəl dostlar. Budur, mən demişdim axı bundan qabaqçı videoda ki paylaşacağım. Ona görə də indi buyurun, baxın, paylaşdım. İnşallah bunu oxuyarsınız, araşdırarsınız. Ayələrdir ki, qeybdən xəbər verən ayələrdir. Allah peyğəmbərlərdən başqalarına da vəhy verir. Ruh haqqında, mələklərin təsiri haqqında, mələklərin dostluğu, mələklərin təsiri haqqında, cin şeytanların təsiri haqqında, insan və cin şeytanların təsiri haqqında ayələr, hansı ki hökm edirlər cin şeytanlar insanlara, kimə hökm edirlər, necə, nə zaman, harada, kimə, niyə. Bax, bütün bu ayələr var. Toplamışam, başlıqlarını da yazmışam. Və unutmayaq ki, ruh haqqında 17-ci surənin 85-ci ayəsində bildirildiyi ayənin tərcüməsini bəzi halda səhv tərcümə edirlər. Amma düzgün mənbəyə əsasən, tərcüməyə əsasən belədir ki, ruh, səndən ruh haqqında soruşsalar, de. Allahımız buyurur ki, səndən ruh haqqında soruşsalar, onun keyfiyyəti, mahiyyəti barəsində de. Ruh yalnız Rəbbimin bildiyi bir şeydir. Sizə o barədə çox az bilgi verilmişdir. Və çox az, əlbəttə, heç yuxuda insanın ruhu hara gedir, bilirlər, yuxuda harasa gedir, amma bilmirlər hara gedir, necə gedir. İnsan bilirik ki, ruhu var və bədəni var. Öləndə ruhu canından çıxır. Onu da bilmirlər, qarşısını ala bilmirlər. Yəni, nəyi deyirəm? Ruh yalnız Rəbbimin bildiyi bir şeydir. Bəzi başqa tərcümələrdə səhv belə heç düşünəndə məntiqə gəlmək olmur. Mən dediyim tərcümə düzgündür və şeytanların təsiri insan plus mələk, insan plus cin sualla bitməsin. Allahımız buyurur ki, 51-ci surənin 55-ci ayəsində sən xatırlat, çünki xatırlatmaq möminlərə fayda verir. Buyurun, baxın və psixiatrlara qaçmayın. Bilin ki, peyğəmbərlərə də vəhlər gəlib, əstəğfurullah, peyğəmbərlərə də vəsvəsələr gəlib, hər bir peyğəmbərə. O da 22-ci surənin 52-ci ayəsidir. Psixiatrlar heç bir cini, mələyi insandan kənar edə bilməz. Sağ olun, hələlik bundan qabaqçı videoya orada vacib olan bu, indi paylaşımla bağlı vacib olanları bildirmişəm. Sağ olun, Allah amanında, gələn görüşlərə də hələlik.